Bugün elə bir şəxsin şəhadət günüdür ki, insan dili onu olduğu kimi vəsf etməkdən acizdir. İnsan şuurusa onu olduğu kimi dərk etməkdən qüsurludur. Bir də təkrar edirəm. İnsan dili onu olduğu kimi vəsf etməkdən acizdir. İnsan şuurusa onu olduğu kimi dərk etməkdən qüsurludur. Yəni, nə dildə o qüdrət var, Həzrəti olduğu kimi vəsf edə, nə şuurun, əqlin, idrakin gücü çatar ki, onu olduğu kimi başa düşə. Yalnız hər kəs dərk edib, anlayıb, başa düşə biləcəyi qədər dərk edər. Ona görə bugün elə bir şəxsiyyətin biz şəhadətinə toplaşmışıq ki, Əmirül Müminin Əli əleyhissalamın barəsində qudsi hədislərdə Allah Teala buyurur ki, Vilayətu Ali ibn Əbi Talib hisni. İstəyirəm bu gecə Əmirül Müminin, Mövləl Müvahhidin, Tohid əhlinin imamı, təqvalıların, möminlərin əmiri olan ağamızın bir neçə vəsfindən sizə söz açam. Çünki biz bunu tanımalıyıq və tanıtmalıyıq. Bu bizim bir boynumuzda olan vəzifədir. Qudsi hədisdə belə bir ifadə keçir. Vilayətu Ali ibn Əbi Talib hisni. Allah Teala buyurur ki, Əbu Talibin oğlu Əlinin vilayəti, onun imamətini qəbul etmək mənim bir qalamdır. Qala bilirsiniz də, strateji bir, coğrafi bir nöqtədir. Adətən görürsən, savaşlarda qala ən sonda, bəzən də heç sona qədər fəth edilmir. Yəni, əmin-amanlıq yeridir. Buyurur ki, Əbu Talib oğlu Əli, onun vilayəti mənim bir qalamdır. Fəmən dəxələ alə hisni əminə min əzabi. Hər kəs mənim qalama daxil olsa, o mənim əzabımdan amanda qalar. Biz, həmd olsun, bugün Əmirül Müminin Əli ibn Əbi Talib ağamızın həmin o vilayət qalasına toplaşmışıq.